Məmmədova Gülnarə, 48 yaşım var. Qaraciyər metastazı ilə Mahmud doktora müraciət eləmişdim. Qaraciyər əməliyyatı zamanı məndə bağırsaq xərçəngi olduğuna görə bağırsağıma da müdaxilələr eləyib, uşaqlıq götürülübdü. Gülnara xanımın əməliyyatı çox ağır və individual bir əməliyyat idi. Yüksək risklərindən əlavə də xəstənin daha əvvəl həm Türkiyədə, həm Azərbaycanda bir çox böyük mərkəzlərdə konsultasiyada olması, eyni zamanda daha əvvəl bağırsaqda xərçəng cərrahəsinin keçirilmiş olması, eyni zamanda bu əməliyyatdan sonra həm törəmənin təşkillanmış olması, həm də qaraciyərə uşaqlıqla bərabər metastaz verməsi əməliyyatı kifayət qədər riskli və ciddi bir vəziyyətə salmışdı. Biz əməliyyat əsnasında ilk period olaraq qaraciyərdəki böyük bir metastatik törəməni, yəni əslində bağırsaqdan daha əvvəl əməliyyat olmuş bağırsaq törəməsinin həm təkrarlanması, həm də qaraciyərə metastaz verilməsi nəticəsində qaraciyərdə segment 8-in posteriorunda, yəni qaraciyərin tamamilə arxa tərəfində böyük magistral damarların üzərində yerləşmiş segmentində əmələ gəlmiş metastazı xaric etdik qaraciyər rezeksiyası ilə. Daha sonra isə bağırsaqda şübhəli törəmədən biopsiya aldıq və də xəstənin təxminən 6-7 saatlıq bir əməliyyatla eyni zamanda uşaqlıq ekstirpasiyasında eyni prosedur zamanı həyata keçirmiş olduq. Hər şey qaydasındadır. Çox razıyıq doktordan. Təşəkkürlər Mahmud doktor.